3, 2, 1. Zapis var. Aha, ses də var. Əla, əla. Başlayaq. Mikrofonum yaxşıdır. Yox, aydındır. Başa düşdüm. Getdik. Mikrofon online'dır. Telegramda mən yeni mikrofon almaq haqqında məlumat vermişdim və dedim ki, bunun haqqında, yəni yeni mikrofonum haqqında geniş bir video hazırlayıb təqdim edəcəm. Bu günləri həmən mikrofonu sizə təqdim edirəm. DJI Mic Mini. Bir çoxları soruşur ki, bu mikrofonun digərlərindən fərqi nədir? Məsəl üçün, bu mikrofondan fərqi nədir? Əlbəttə ki, fərqi qiymətində, əlbəttə ki, fərqi istehsalçıda və əlbəttə ki, fərqi keyfiyyətində. İlk öncə gəlin bu qutunu açaq və görək bunun komplektinə nə daxildir. DJI Mac Mini. DJI Mac Mini. Açaqmı? Açaq. Nə ilə açacağıq Allah bilmirəm. Dırnağımız da yoxdur. Kəsəcəm, nə ilə kəsəcəm. Kəsəcəm. Mən şeyi kəsdim, qutunu kəsdim. Kəsdim, açdım. Açdım. Adama ləzzət eləyir, klonkalı karovkanı açmaq. Aha, kəsdik, çıxartdıq. Super. Bu getdi bura. Aha, qutunu əzdim. Dişimdən əzdim. Boş verək. Açırıq. Aha. Və komplektini tam olaraq çıxardırıq. Aha, bax, bu mikrofon özüdür çuxolunda. Burada da kağız və loqotiplərdir. Gəlin göstərək, görək nəyimiz var. Klonkanın, yəni bu polietilenin keyfiyyəti də gözəldir. Yəni əllə vuranda adama xoş təsir bağışlayır. Açaq bunu beləncə. Çıxardırıq. Aha. Bu nakleykalardır. Bir dənə nakleyka var. Ola bilməz ki, bir dənə nakleyka olsun. Bir dənə nakleykadır. Çox heyf. Mən başqa şey gözləyirdim. İnstruksiyadır. Daha bir instruksiyadır. Daha bir instruksiyadır. Əla. İnstruksiya mütləq oxumalıdır. Bunu açaq qoyaq yerinə. Qoy qırağa. Zafir istəməm. Qoy qırağa. Keçdik mikrofonun özünə. Bu da bizim mikrofonumuz. Mikrofonun polietileni də, yəni klomkası da çox xoş təsir bağışlayır. Hiss olunur ki, keyfiyyətli maldır. Aha, açdıq. Qoyduq qırağa. Çıxoldu. Çıxol da hiss olunur ki, keyfiyyətli məhsuldur. Yəni ki, materialı keyfiyyətlidir. Burada da DJI yazılıb. DJI-miz var. Əlaçı. Burada da nəysə bir stikerdir. DJI-nin stikerdir. Açaq görək bunun içərisində nəyimiz var. Açdıq və görürük ki, yenə də hamısı klonkanın içindədir. Bir-bir çıxardaq görək nəyimiz var. Burada USB Type-C və mikrofonu kameraya qoşmaq üçün olan kameraya qoşulması kabelidir. Yəni mini jack budur. Görürük. Əla. USB Type-C və Type-A kabelidir. Bunu da qoyduq qırağa. Burada nəyimiz var? Aha, pampuşlardır burada. Burada pampuşlarımızdır. Yəni hansı ki, gördüyünüz kimi bu pampuş mən buna deyirəm. Bu mikrofonun üstündə olan bu hissəyə pampuş deyirəm mən. Pampon da deyirlər. Küləyin qarşısını almaq üçündür. Yəni earphone-un küləyin qarşısını almaq üçündür. Ayda, qəşəng bir şeydir, çox keyfiyyətlidir. Çox keyfiyyətli bir şeydir. Bunun keçirilməsi üçün xüsusi yeri var. Deməli, iki cürdür. Bir boz qara. Yəni hərəsindən 2 dənədir ki burada. Çünki mənim aldığım komplektdə 2 mikrofon, 1 qəbul edici daxildir. DJI minilərdə belə bir versiyada var ki, 1 mikrofon və 1 qəbul edici olur. Mən isə almışam 2 mikrofon, 1 qəbul edici. Gördüyümüz kimi buna görə də 2 cüt pampuşdan istifadə olunur. Keyfiyyəti də qəşəngdir bunun. Yəni hiss olunur ki, keyfiyyətli bir şeydir. Yəni ən azından bundan fərqlənir. İndi səsini də yoxlayacağıq ki, bu mikrofondan fərqlidir, yoxsa yox.
Bunları da qoyaq qırağa, yerinə qoyaq. Bunların bizə o qədər də bu dəqiqə vacib deyil hələ ki. Və əsas keçirik nəyə? Əlbəttə ki, bizim mikrofonun özünün кейsinə. Bunun içində daha nə var? Heç nə yoxdur. Əlavə cibləri var. Əlavə cibləri var bunun. Yəni daşınma keysi deyək də, daşınma qutusu deyək buna. Ən əsas vacib olan bizə bax bu klokun, bu polietilenin içində olandır. Açaq görək bunun içində nə var, amma çox xırdadır. Mən düşünürdüm ki, bu birazca böyük olar, amma stikerlərdə, yəni reklamlarda zətdə baxırdım, görürdüm ki, deyirdim böyük olar, amma çox balacadır. Bu elə bir zaryatka keysidir eyni zamanda. Həm daşınma keysidir, eyni zamanda zaryatka keysidir. Gəlin bunu açaq, çox uzatmayaq. Sizə onu deyim ki, mən çox sevinirəm bunu almağa. Ən azından bir çoxları deyirdi ki, kanalda səs o qədər keyfiyyətli deyil, razıyam. Studiyni mikrofon var, o heç. Yəni bahalı studiyni mikrofonum var öz yerində. Amma ki, belə bir mikrofon olması daha yaxşı idi. Yəni belə deyək də mobil mikrofonlar deyək buna. Və əlbəttə ki, burada hər şey öz yerindədir. Deməli, zaryatka keysidir. Burada USB Type-C-dir, hansı ki, zaryatkaya qoyursan keysi və buradan açmaq lazımdır. Gəlin bunu da açaq, buradan stikeri və burada göstərilir ki, necə açmaq olar. Birinci bu stikeri biz açaq, yəni unbox eləyək. Belənçiyinə. Hop, getdi. Bu knopkanı basıb, aşağı basıb və buradakı düyməni basıb, bunun özünü açırıq. Açdım və özümə tərəf çevirdim. Ay, bu nə balacadır. Əməlli başlı balacadır ya. Yəni özünüz də baxın da, görün nə qədər balaca. Bu mənim əlim, bax bu mənim əlim. Əlim o qədər böyük deyil. Baxın. Yəni əlimdə belə qoyuram, baxın. Bu mənim əlim. Bu da bu. Vay, nə qədər balacaymış ya bu. Mikrofonları çıxardaq. Birinci sağdakını çıxardırıq. Soldakı çıxdı. Və əlbəttə ki, ötürücü. Ay, bu nə qədər balacaymış. Ay kişinin oğlu. Mən videoda bunu çox böyük görürdüm. Bircə damcı deyə fikir verin. Deyə bu boyda. Balaca bir şeydir. Bu ötürücüdür. Bunlar da ki, əlbəttə ki, mikrofonlardır. Hər ikisi qoşuludur. Görürsünüz, burada yaşıl işıq yanır. Yəni, burada da hər iki işıq yanırsa, deməli, iki mikrofonun ikisi də qoşuludur. Əla bir şeydir. Mənim çox xoşuma gəlir. Gəlin bunu söndürək hələ ki, bizə o qədər vacib deyil. Yəni, söndürmək üçün knopkamız var. Bizim burada düyməmiz var, sıxırıq. Case. Case'in içində daha nəyimiz var? Əlbəttə ki, bir dənə bizdə əsas bir şey var. Hansı ki, bunu biz smartfonumuza qoşa bilərik və ya kameraya qoşa bilərik. Onun üçün xüsusi ötürücünün qoşulması üçün perxodnik deyək də, perxodnikimiz var. Type-C-yə. Bunun belə deyək, Lightning-ə keçən versiyası da var, amma Azərbaycanda mən marketplace-lərdə baxdım. Marketplace-də bunun qiyməti 64 manatdır. DJI, belə bir sual verəcəm sənə. Yəni, əgər sən burada, yəni case'in içərisində həmən bu ötürücünün də, perxodnikin deyək də, bu Lightning-dən kameranın, belə deyək, ötürücüsünə keçən perxodnik elə qoymusansa, yəni Lightning-dən qoymamısan, Type-C üçün var. Lightning üçün yer qoymusan, yəni burada Lightning üçün yerimiz var. Əlbəttə ki, burada zaqluşkanı çıxartdıq, zaqluşka və burada görsənir ki, yeri var. Burada yeri var, bax bu tərəfdə yeri var. DJI, sənin də sualım, nəyə görə Type-C-ni qoymusan, amma Lightning üçün olan perxodniki qoymamısan? Yəni heç cavab verməyəcəksən, yəni bir sözlə bunu almısansa, get pulunu ver, o birisini də al. Mən də elə düşünürəm ki, ancaq elə ola bilər. Bunu qatlayaq, qoyaq qırağa və bu dəqiqə biz nədən danışacağıq? Əlbəttə ki, o, nə möhkəmdir, ay bu moment, Allah, ups. Əlbəttə ki, mikrofondan danışacağıq. Mikrofonun ölçüsünə baxın siz. Mikrofonun ölçüsünə baxın, görün nə boydadır.
Görün nə boyda. Yəni belə götürsək, yəni bu mikrofonun yanına qoysaq, bir dənə fərqə baxın, nə boydadır görün. Amma bu boyda olmasına baxmayaraq, kiçik olmasına baxmayaraq, yəni çəkisi 10 qram olmasına baxmayaraq, bu mikrofonun tutma məsafəsi 400 metrdir. Yəni 400 metrdən bu mikrofonlar səsi yaza bilir. Üstünlükləri. İndi deyirəm sizə, mikrofonun üstündə eyni zamanda sancağımız da var. Burada sancaq görünür. Bilməm görə biləcəksiniz yoxsa yox. İstəsəz, yəni bunu sancaq kimi də keçirdə bilərsiniz. Bax belə. İstəsəz bunu maqnitdən istifadə edib, məsəl üçün belə deyək də, maqnitdən istifadə edib, mən də köynəyin qarşısını açım. Maqnitdən istifadə edib, yəni bax bu cür belə tuturuq, keçirdirik bura. Vəssalam. Nə dartmır, nə bir şey, nə də düşmür. Gözəl görsənir, düzdürmü? DJI mikrofonlarının eyni zamanda xüsusi proqram təminatı da var ki, bu proqram təminatı vasitəsilə DJI Mimo adlanır, səhv eləmirəmsə, onun vasitəsilə siz səs boğmanı baza versiya səs boğmadan və yaxud da ki, maksimal versiyalı səs boğmadan istifadə edə bilərsiniz. Eyni zamanda proqram təminatını, yəni bu mikrofonun özünün proqram təminatı var ki, hansı ki, onun yenilənməsi üçün, belə deyək də, proşivka deyək. Proşivkasını yeniləmək üçün yenə də istər Android, istər iOS sistemlərində DJI Mimo proqramın vasitəsilə bunun proşivkasını yeniləyə bilirsən. Və yenilədikdən sonra müxtəlif funksiyalar gəlir. Bu mikrofonu kameraya qoşduqda elə bir funksiyanı işə salırsan ki, kamera qoşulduqda, söndükdə eyni ilə mikrofonlar da həm qoşulsun, həm sönsün. Bunu da əlbəttə ki, yenə də DJI Mimo'nun vasitəsilə edirsən. Üzərində bu receiverin, belə deyək ki, pirdək deyirlər də, buna qəbul edici deyək, qəbul edicinin üzərində ancaq bir düyməsi var, daha doğrusu təkər var. Onun vasitəsilə siz səsi artırıb, yəni səsin qəbul olunmasını artırıb azalda bilərsiniz. Yəni burada mənfi 12-dən 0-a kimi və 0-dan müsbət 12-yə kimi. Yəni müsbət olduqda səs artıq gəlir, qəbul edir, mənfi olduqda isə az gəlir. Amma səsi də çox qəşəngdir. Səsinə qulaq asın. Təkərin fırlanma səsi. Yox, ləzzət eləyir. Hiss olunur ki, keyfiyyətlidir. Materialları da keyfiyyətlidir, amma bilmirəm o dəmirdir, yoxsa bunun əlbəttə ki, sancağı dəmirdir. Amma ki, özünün dəmir yox, bəlkə də plasmasdır deyə bilmərəm. Plastikdən hazırlanıb. Amma maqnitdir, balaca bir maqnitdir. Bax, bu balaca bir maqnitdir. Çox güclüdür. Bax, vuran kimi fikir verin, bax. Möhkəm də yapışır. İndi keçərək, görək bu pampuşları bunun üzərinə yapışdıra bilirikmi? Necə yapışdırırıq? Deməli, bu tərəfdən keçirdirik. Çünki burada keçidləri var, sancaqları var özünün. Hoppa, keçirildi. Keçirdək beləncik bura. İndi siz özünüz fərqə baxın bir dənə. Düzdür, yaxa bağlı deyil, ona görədir. Gəlin bunu yaxana bağlayaq. Fikir verin, fərqə fikir verin bir dənə. Görün, nə qədər ölçü olaraq fərqlənir. Amma eyni zamanda keyfiyyət olaraq da fərqlənir. Keyfiyyəti də çox yüksəkdir. Yəni DJI-də keyfiyyət çox yüksəkdir. Gəlin belə bir şeydir. Bu mikrofonu da çıxardaq, bunu da çıxardaq. Baxaq. Fərqə baxın. Görün, yəni bundan 3 dənə bu DJI çıxar. DJI Mic Mini-nin bir dənəsi çıxar. Demirəm, bu da mənə çox kömək elədi. Əlbəttə ki, mən elə bir insanlardan deyiləm ki, deyim ki, belə falan. Yox, bu da mənə kömək eləyib. Əlbəttə, neçə ildə artıq görürsünüz ki, mən bu mikrofondan istifadə eləmişəm və bundan sonra əlbəttə ki, DJI-dən istifadə edəcəm. Gəlin, indi belə bir şey eləyək. İki mikrofonun testini eləyək. Görək, hansı daha yaxşı səsi yazır. Düşünürəm ki, belə olsa daha bariz bir fərqlənmə edə biləcəyik, müqayisə edə biləcəyik. Yəni DJI-in səslənməsini də eşidəcəksiniz və bu mikrofonun səsini də eşidəcəksiniz. Deməli, iki mikrofonun ikisi də qoşulub. Yəni indi siz Nədir? Sizin internetdə bu gündədir, donmalar və kəsilmələr var. Mütləq və mütləq internet provayderinizi dəyişin. Deyəcəksiniz ki, ay zar, bütün internet provayderləri eynidir.
Star Telekom tam fərqli internet provayderidir. Siz ora zəng edən kimi özünüzə professional dost qazanırsınız. Xoş ünsiyyət, kəsilməz internet və professional texniki servis ancaq və ancaq Star Telekomdadır. Star Telekom dost kimi dost internet provayderi. Biz isə davam edək. İki mikrofonun ikisi də qoşulub. Bu mikrofonların ikisinin də səsini eşidəcəksiniz siz və görəcəksiniz ki, hansı daha çox yaxşı yazılır səsi. İndi siz bu dəqiqə eşitdiyiniz DJI-dan olandır. Yəni siz öz fikrinizi deyirsiniz. Bax DJI-da bu cür səslənir səs. Yəni bu cür zapis olunur. Görün keyfiyyəti necədir? Bax indi isə bu mikrofona belə deyək də gəlin bunu eyni məsafəyə qoyaq ki, problemimiz olmasın. Həm mənim köhnə mikrofonum, həm də DJI ilə biz indi bu dəqiqə səs yazırıq və düşünürəm ki, səsi siz özünüz fərqli görə bilərsiniz və ən əsası ölçülərə baxın. Bu mikrofonun üstünlüyü nədir? Təmiz yazır, özünün səs boğması var, dediyim kimi baza səs boğma və maksimal səs boğması var. Bunu da DJI Mimo proqramı vasitəsilə həyata keçirilirsə, əlbəttə ki, bunu mən edəcəm. Onu mən sizə təqdim də edirəm. Baxıb görə bilərsiniz ki, bax bunlar vasitəsilə, bu proqram vasitəsilə istənilən funksiyanı aktiv eləmək olar. Bayaq dediyim kimi mikrofonu kamera ilə birlikdə sönüb yanmasını da həyata keçirmək mümkündür. Burada aktiv edirsən bunu və görürsən ki, necə aktiv olur və eyni zamanda kamera yananda mikrofonun qoşulacaq, kamera sönəndə mikrofonun sönəcək. Bu isə həm kameranın, həm də mikrofonun zaryadkasına qənaətdir. Yəni istədiyiniz qədər istifadə edə bilərsiniz. Bu case vasitəsilə bu mikrofonları 3,6 dəfə tam zaryadka eləmək olur. Bundan başqa tam bu zaryadka qutusu vasitəsilə bu mikrofonları 48 saat istifadə eləmək mümkündür. Səsi yazıram, səsi yoxlayacağıq və siz öz fikirlərinizi kommentlərdə yazarsınız. Mənim zənnimcə ən gözəl bir mənim avadanlıqlarımdan biri oldu. Çox xırda bir şeydir. Yəni mənim xoşuma gəldi. Eyni zamanda siz özünüz də baxa bilərsiniz ki, mikrofon necə də xırdadır. Yəni kiçikdir. Bu cür kiçik olmasına baxmayaraq deyir, dam balaca boyu var, dam dolusu toyu var. Nədir belə bir şey deyirlər. Düz yadımda deyil o. Belə bir deyim var idi. Və eyni zamanda yenə də sizə deyirəm ki, bu çox keyfiyyətli bir mikrofondur. Eyni zamanda səsin keyfiyyətli olduğunu siz bu dəqiqə görürsünüz. Yəni səs bu dəqiqə DJI yazılır. DJI yazılanı hiss edirsiniz. Sizdən bir şey də xahiş edəcəm. Özünüz öz fikrinizi kommentlərdə yazın. Bax indi isə səs o birisi mikrofona yazılır. Gördüyünüz kimi fərq nə qədər böyükdür də. Yəni balacalığa baxırsınız, nə boyda balacadır, amma keyfiyyət cəhətdən DJI həmişə üstün olub. Nəyə görə DJI seçdim? DJI professional avadanlıqlar, blogerləri üçün ümumiyyətlə professional avadanlıqlar istehsal edir. İstəyir Ronin olsun, istəyir dronları olsun, istəyir kameraları olsun, action kamerası var. Yəni professional avadanlıq kimi sayılır. Yəni professional bir avadanlıqlar da eyni zamanda səsin yazılma keyfiyyətinə isə söz ola bilməz. Siz qulaq asdınız səslərin hər ikisindən, yəni hər iki mikrofondan yazılan səslərə qulaq asdınız. Fikirlərinizi kommentlərdə yazırsınız. İstəsəz ala bilərsiniz. Sizə bir şey də deyim. Mən istədim ki, bunu unbox edəndə, yəni alanda şirkətə dedim ki, gəlin belə deyək də müəyyən qədər skidkaya gedin mənə. Sizin haqqınızda təmiz məlumat verim. Amma ki, dedilər ki, sağ olsunlar. Ən azından demədilər ki, bizə reklam lazım deyil. Çünki Azərbaycanda bir çox şirkətlərin ən böyük problemi odur ki, özlərindən deyibən bizə reklam lazım deyil, amma baxmayaraq ki, Facebookda, Instagramda və digər sosial şəbəkələrdə reklam verirlər və deyirlər ki, bizə reklam lazım deyil. Amma yenə də həmin insanlara təşəkkür edirəm ki, məni mədəni surətdə qırdılar da. Demədilər ki, bizim reklama ehtiyacımız yoxdur. Amma hər kəs də bilir ki, bütün şirkətlərin reklama ehtiyacı var. Bugünlük bu qədər. Düşünürəm ki, maraqlı bir video oldu. Düşünürəm ki, gözəl bir video çəkdim, sizə təqdim elədim və düşünürəm ki, bundan sonra sizə daha gözəl, yəni ümumiyyətlə gözəl, yaxşı, informativ
maarifləndirici videolar sizə təqdim edirdim. Bundan sonra isə daha gözəl səs effektlərinə malik, yəni səslənməyə malik daha gözəl videoları sizə təqdim edəcəm. Kanala abunə olmağı unutmursunuz. Mən istəyirdim ki, bu ilin sonuna kimi bizim kanalımız 5000-ə çatsın. Təəssüf ki, 5000-ə çatmadıq, 5000-ə çatdırmadınız bizim abunə sayımızı. Odur ki, videonu abunəsiz izləyənlər mütləq kanala abunə olun, videonu mütləq like edin. Əgər xoşunuza gəlirsə, xoşunuza gəlmirsə dislike edirsiniz və komment yazın. Komment yazın ki, siz bu DJI-dən almaq istəyərdiniz yoxsa yox. Ümumiyyətlə, DJI-ın üstünlüklərini bilən varsa sizdən, kommentlərdə elə DJI sözünü yazsa bəs eləyəcək. Bu DJI-nin reklamı deyil. Yəni elə düşünməyin. Sadəcə olaraq keyfiyyətli bir məhsul olduğuna görə bunu unbox eləməyi mən istədim. Bəlkə də kimsə almaq istəyər, odur ki, gedib ala bilər. Yəni ki, alsalar aldanmayacaqlar, çünki çox keyfiyyətli bir məhsuldur və ölçüsünə də baxın da, görün nə boydadır. Yəni belə bir şeyi almamaq məncə günahdır. Düzdür, qiyməti bir açı bahadır, $160-dır. $160 Azərbaycanda əlbəttə ki, bir açı yüksək dəyərləndirilir. Mən bunu belə deyək, endirimə düşdü, endirimdən aldım və yenə də peşman deyiləm. Vəssalam, kanala abunə olursunuz, videonu like edirsiniz və komment yazırsınız. Kanalımızda daha çox videolar var. Siz bu videolara baxmaqda, videoları like edib komment yazmaqda, bu videonu və digər videoları paylaşmaqda davam edirsiniz. Mən isə YouTube'da olduğum üçün sizinlə sağollaşmıram. Eğlendirir grafon, abunenizi gözleyin. Comment yazdın süper grafona, hoş geldin.